deməli oteldən tez çıxmalı olduq. Çünki indi Oslo'ya gedirik inşallah. Çox qəşəng payıq qoyublar bizə. O belə şeylər, yoğurtdur, meyvələrdir, portakal şirəsidir. Belə bir şeydir. Və bir dənə də belənçinə şeydir, üstəki kalbasa qoyublar. Bu adamı biraz kədərləndirdi. Yeyə bilməyəcək. O şimdi belə, sabahınız xeyir olsun. İnşallah yolumuz Oslo'yadır. Köhnə tipli qatardayıq və inşallah çataq Oslo'da da çəkilişlərimiz olacaq. Hələlik. Bu da bizim deməli Hungary, Vengriya, yox. Bura haradır? Bu da bizim Oslo'daki, yani Norveç'teki otelimiz. Selamünaleyküm. Belə balaca televizor var. Çaydan görmədim, deyəsən çaydan yoxdur. Dəqiq bilmirəm. 13-cü mərtəbədəyik bu. Tam açılmır. Belə bir vidi var. Hamam tuvaleti böyüdür. Hamam tuvaleti böyükdür. Şey, normal. Təmizdir, həmişə ikili su yoxdur. Belə əzlərim. İndi inşallah şəhərə çıxacağıq. O ventilator da işləyir. Şəhərə inşallah çıxacağıq, amma əslində hava dəhşət soğuqdur. 16 dərəcədir. Təsəvvür eləyin. Şəhərdə 16 dərəcə. Özü biraz da çiskinliyirdi. Belə əzlərim, inşallah Norveçlə, yəni Oslo ilə tanış olacağıq. Növbəti 2 gün ərzində bugün və sabah. Və sonra da inşallah sizlə video hamısını təqdim edəcəm. Otelimizdən görüntü belədir. Ən axırıncı mərtəbədə qalırıq. 13-cü mərtəbədə. Hal-hazırda yağış yağır Oslo'ya. Və belə bir vidi var. Gördüğünüz gibi bizim liftimiz. Bu da öğrenciler. Böyle. Anker Otel Oslo. Böyle bir şeyler sipariş verdi. Bu İskender'di. Bu da Ali Nazik. Biraz bunun dadına baxmışam, ucu dadlıdır, xoşumuza gəldi. Buna da dadına baxarıq. Axırda bir də kola sipariş vermişik. Axırda təbii ki hesabı deyəcək. Hələ ki hər şey çox superdir, bəyənirik. Biraz səs-küydür, amma atmosferi qəşəngdir. Çox sağlıqlı olsun. Deməli dostlar, 114 manat hesab gəldi. Yeməklər dadlıydı. Çox super, münasibət bomba kimi. Yəni biz 2 gündür ki artıq ancaq türk restoranlarına gedirik. O da nəyə görə? Buranın öz mətbəxləri gelirsən bir də görürsən ki o deyil də istədiyimiz yeməyə gəlmir. Öyrəşdiyimiz dadlara çalışırıq üstünlük edərək ki bilirik ki bu yəni dadlı. Ona görə getdik, xoşumuza gəldi, əla, super. Kollektivləri super, qəşəng qarşıladılar, qəşəng yola saldılar, bəyəndik. İndi gedirik şəhərin mərkəzinə biraz gezirik. Görək nə var, böyle yağış yağır, biz də hazırlıqlıyıq. Düz istəyərdik günəşli hava olsun. İnşallah sabahı istəyirik ki şey olsun. Sabah inşallah günəşli olar. Hələlik görüşərik.
Nə? 30, 59, cürbəcür qiymətləri var. Banan 9. Banan çox ucuzdur. Kilosu 1 manat 78 köpük. Məsələ 30. 5 manat 30 köpük. Mərkəzi küçələrindən birində Babelənsinə bir yarmarka fason dedi. Şeytan çarxıdır. Biz artıq tam mərkəzdəyik. Demək olar ki, Targov deyil, bura opera və balet teatrıdır. İndi biz inşallah ora qalxacağıq. Bu da sahil yanı. Yağış yağır, bərk. Ona görə də çöldə adam azdır. Baxmayaraq ki, bugün 6-cı gündür, şənbə günüdür, bəli. Amma adamlar çox azdır. Belə. İndi qalxdığımız yer opera balet teatrıdır. Məşhur binalarından biridir ki, baxın, qıraqda pləkanlar var. Burada amma pləkan yoxdur. Amma biz artıq demək olar ki, binanın damına qalxdıq, çatdıq. Çox maraqlı binanın, belə deyim də, tikiblər. Qalxaq görək. Binanın dışasından mən bilək görmək olur şəhərin bir çox yerlərini dışarıdan görmək. Dəhşət külək var. Dəhşət. Şeytan çarxı da oradadır. Oslo, Norveç. Deməli dostlar, birinci dəfədir belə hadisəyə rastlaşmışam. Norveçdəyik, Oslo şəhərindəyik. Gəlmişik kofe və çay içməyə də. Yəni bildiyimiz latte və çay, qara çay. Bildiyimiz. Bu etibarı özümüzlə gətirmişik. Yəni ateliyə almışıq. Uzun sözün qısası, olur, elədilər, hazırladılar. İndi deyirəm ki, gəlin ödəniş edeyim. Deyir ki, yox, pulsuzdur. Deyirəm, niyə? Deyirəm, elə belə də pulsuzdur. Çox maraqlıdır. Sağ olsunlar. Belə adi Google'dan, yəni Google Maps-dən tapdım. Joe and the Juice. Ha belə. Bir yerdir. Çöldən bax. Belə görsənir və biz hal-hazırda burada oturmuşuq. Ha belə. Çox maraqlı. Sağ olsunlar. Ləzzət elədi açığı. Çox maraqlı quşlar gördüm. Hamısı eyni istiqamətə baxır demək olar ki. Eyni, yəni böyle düppələm düz durub eyni istiqamətə baxırlar və tərpənmirlər. Bir addım belə demək olar ki, qırağa atmırlar. Hətta bu bir ayaqlı var burada. Bir ayaqlı. O da belə bayaqda 2 dəqiqədir ki, buradayıq. Tərpənmir. Çox maraqlı. Fikir verin, o göyərçindi. O özü üçün gezir o yana bu yana. Bu göyərçindi, o gezir. Amma bunlar heç biri tərpənmirlər. Hələ bir donublar. Aha, tərpəndi bir ikisi. Biri tərpəndi. Amma o birlər hələ də dayanırlar. Çox maraqlı. Görməmişdim belə bir şey.
Eyni ölkə, eyni şəhər, fərqli havalar. Artıq günəşdir. Bu günləri inşallah gedirik gezməyə. Biraz bəxtimiz gətirib ki, hava belə yaxşıdır. Getdik. Bura kralın iqamətgahıdır və burada oranın ərazisidir. Bayaq göstərdiyim bina iqamətgahı idi. Bu da onun ərazisində yerləşən bir mini park, belə deyək. А тут все снимали все вокруг, единственное, что нельзя вниз. Facet má přesanek?
Norveçin biraz qıraq yerlərindəyik, amma bahalı yerlərdir. Belə bir kitab polkası ilə tanış oldum. Çox güman ki, kimsə gətirir qoyur və kimsə götürə bilib oxuya bilərdi. Yəni belə deyim, pulsuz kitablardı qoyublar. Pul qabı da yoxdur ki, deyim ki, pulla alasan, pulunu verəsən. Maşınlara fikir vermək istəyirəm. Lexus'dur, bundan sonra Volkswagen olmalıdır. O qırmızı Tesla idi, Xpeng'dir, Defender'dir, qabaqda Honda'dır, ondan qabaqda Toyota'dır, şarj olunan, Tesla çıxır yenə məhlədən. Fikir verirsinizsə, belə avtomobillər bunlardır. Yəni Toyota'lar, Volkswagen'lər, Tesla'lar və bizim Azərbaycanda istifadə olunan çanqanlar burada yoxdur. Nissan Leaf, Nissan Leaflər də burada kifayət qədər çoxdur. Volvo, Hyundai. Belə. Bu da şarj məntəqələridir. Çox güman ki, öz adaptörü gətirirsən, taxırsan və istifadə edirsən. Belə. Høyre, og så høyre. Dere ser det. Kom, kjør. Kjør. Gəlmişik deməli, belə bir skulpturalardır. Allah üzrlü sayın Azərbaycanı da unutmuşam. Necə gedirdi bu lanatları. Belə bir parkdır, çox yekə parkdır. Və belə mini heykəllər düzəldiblər. Və buraları görsənirdə yəqin ki. Şəhərdən bir yarım saatlıq yol idi, gəldik bura. Giriş pulsuzdur. Bayaq ki, muzeyə daxil olanda o pullu idi. Mən 50 manata yaxın, 60 manata yaxın pul vermişdik. 30 neçə dollar. Belə, indi birazdan yeməyə də gedəcəyik. Danışım biraz buranın transportundan. Adam başı 25 manat pul verdik. Günlük bez limit 12 euro yarım təxminən. Və bütün nəqliyyat vasitələri taksidən başqa pulsuz idi şəhərin daxilində. Həmin transportla aeroporta gedə bilmərsən. Çox böyük yerdir, həqiqətən. Hələ uzaqdan göstərim maştabını biləsiniz. Hələ o tərəflər də var. Bayaqları çəkdiyim yerlər. Oradan gəlmişik biz.
Dediyimiz kimi yenə də gəlmişik türk restoranına, Saraydadır. Və belə yeməklər sifariş vermişik. Bu toyuq dönəridir. Biraz belə adı biraz başqa gedir yeməyin adını unutmuşuq. Bu da bildiyimiz Adanadır. Bir dənə də Pepsi. Və sonda qiymətlər deyəcəyik. Yeməklər dadı mən bəyəndim açığı. Sən indi onu yeyəcəm, deyəcəm. Necə, qatlıdır yoxsa yox. Belə. Nuş olsun. İnşallah sonunda təbii ki, hesabı da deyəcəm. Dostlar, ümumilikdə bizim pulla 93 manat çıxdı. Təxminən 40 neçə euro. Məncə pis deyil. Yəni Norveç üçün oturduq, yedik, 2 nəfərə doyduq, çıxdıq və 40 neçə euro məncə əla. Belə, indi bazar günü olduğuna görə biraz çətinlik çəkə-çəkə market axtaracağıq. Bir-iki dənə şey almağa, ondan sonra da otel və səhər Allah qoysa artıq gedirik. İnşallah aeroporta, ondan sonra artıq bildirəcəm hara gedirik. Sağlıq olsun, əsas odur. Hələlik.